Salam uşaqlar, Namazovdan səhifə 76-dakı 4-cü misal istənilib. Başlayaq yazmağa. Misalı onsuz da yine bura köçürəcəm. Bu şəkildə yazaq. Birincidə deyir 5-də 4 bölünsün, x çıxılsın 1 tam 3-də 2 bərabərdir 4-ə. Tənlikləri həll edin deyir. Ümumiyyətlə belə misallarda mən adətən öz şagirdlərimə də dediyim ondan ibarətdir ki, əgər misalda qarışıq ədəd varsa, birinci onu düzgün olmayan kəsrə çevirin. Bu şəkildə yazmaq daha rahatdır. Misalda olduğu kimi köçürdürürüz. Sırayla yazmağı əl-üz öyrəşsin. X çıxılsın. 1 tam 3-də 2-ni biz qarışıq ədədi düzgün olmayan kəsrə necə çeviririk? Məxrəc olduğu kimi qalır. 3-ü vururuq 1-ə 3. Həmən 3-ün üstünə də bu sürəti gəlir. 3-ün üstünə 2 gələndə 5 eləyir. Həmən aldığımız o 5-i də sürətdə yazırıq. Bərabərdir 4-ə. Sanki bu nədir? Bölünən, bölən, qismət. Dəyişən hansında varsa biz onu tapmalıyıq da. Deməli, bölünən, böləni tapmalıyıq biz. Yəni, x çıxılsın 3-də 5 bərabərdir. Bölən necə tapılır? Böləni tapmaq üçün bölünəni qismətə bölməliyəm. Yəni, 5-də 4 bölünsün 4 şəklində yazmalıyam. X minus 3-də 5 bərabərdir. 5-də 4 olduğu kimi qalır. Biz bunu vurmaya çevirsək, biz həmişə demişik axı, başa düşməkdən ötürü demişik ki, sanki bu 4-ün altında 1 var. Onsuz da yine 4'ü 1'e bölündə 4'ü alasınız da. Biz demişdik ki, birinci kəsir saxlanılır, vurma yazıldığı zaman. İkinci kəsir tərsinə çevriləcək. Yəni, vurulsun, 4 aşağı olacaq. Bu 1'də 4 deməkdir də. 1'də 4'ün də tərsi 4'də 1'dir. Bu şəkildə yazılacaq. X minus 3'də 5. İndi buranı həll eləməliyik. Baxırıq ki, 4 ilə 4 bir-birinə ixtisar olunur. Məxrəcdə, sürətdə qaldı 1, məxrəcdə qaldı 5. İndi nə olur? Azalan, çıxılan, fərq. Azalanı tapmaq üçün nə edirik? Fərqin üzərinə çıxılanı əlavə edirik. X bərabərdir. Bu necə bir ifadədir? Məxrəcləri müxtəlif olan kəsirlərin toplanmasıdır. Məxrəcləri müxtəlif olan kəsirləri biz necə toplayırıq? İlk öncə məxrəclərin bərabərləşdirməliyik. Ondan ötürü nə etməliyik? Əkobunu tapmalıyıq. Və yaxud da sizdə əkob tapmaq. İndi çünki 5-ci sinifdə əkobu sadə vuruqları ayrılışında keçilmir deyə ola bilər ki, qarışdırasınız. Amma ya və yaxud da uzun gedə bilər də bölünənlərin yazıb onların içərisindən ən kiçiyini tapmaq. Belə olduğu zaman siz fikirləşməlisiniz ki, hansı bir ədədi götürsəm həm 5-ə bölünər, həm 3-ə bölünər. Deyək ki, onda da biraz qarışdırırsınız. O zaman məxrəcləri bir-birinə vuraraq da ortaq məxrəci o şəkildə də götürə bilərsiniz. Yəni 5-i 3-ə vurduğum zaman 15 edir. 15 öz növbəsində 5-ə də bölünür. 15 öz növbəsində 3-ə də bölünür. Yəni 5 ilə 3-ün ortaq bölünəni deməli 15-dir. Mən bu 15-i yazıram burada. 15-i 5-ə böldüyüm zaman neçə edir? 3 edir. Həmin 3-ü yazıram 1-in üzərindən. 15-i 3-ə böldüyüm zaman nə edir? 15-i 3-ə böləndə də 5 edir. 5-i də yazıram bu 5-in üzərindən. Üstə gəlib 2 dənə kəsirimizi bu şəkildə yazdıq. 1-i 3-ə vururam 3, 5-i 5-ə vururam 25. Məxrəcləri bərabər olan kəsirlər necə toplanır? Məxrəc olduğu kimi qalır, sürətlər adi qayda ilə toplanır. 3-ün üstünə 25 gəldiyim zaman edir 28. Baxıram ki, bu düzgün olmayan kəsirdir. Biz düzgün olmayan kəsiri qarışıq ədədə çevirə bilərik və yaxud da ixtisar olunursa ixtisar da apara bilərik. Burada ixtisar olunmadığına görə biz qarışıq ədədə çevirməliyik. Qarışıq ədədə necə çeviririk dedik? 15-ə bölərək, yəni sürəti məxrəcə bölərək. 28-i 15-ə böləndə bir dəfə düşür. Bura 15 olur. 8-dən 5 çıxanda edir 3, 2-dən 1 çıxanda edir 1. Biz natamam qisməti tam hissədə yazırıq. Məxrəcimiz olduğu kimi qalacaq. Qalıq hissəni də sürətdə yazırıq. Bu şəkildə, yəni bu misal həll olunur. Sonra ikincisi. Biraz uzun gedir. Yəni özüm geniş izah eləyirəm ki, aydın olsun hər şey. 3-də 2 vurulsun 15 tam 2-də 1 çıxılsın A bərabərdir
6-ya. Yenə 3-də 2-nin olduğu kimi saxlayaq. Mötərizənin içərisində qarışıq ədəd var. Düzgün olmayan kəsrə çevirək. Məxrəc olduğu kimi qalacaq. 2-ni 15-ə vuranda 30, 30-un üstünə 1 gələndə 31. Çıxılsın A bərabərdir 6-ya. Vuruq, vuruq, hasil. Məlum olmayan vuruğu tapmaq üçün mən məlum olmayan vuruğum budur. Məlum olmayan vuruğu tapmaq üçün hasili məlum olan vuruğa bölməliyəm. Yəni 2-də 31 çıxılsın A bərabərdir. Yəni 6 vurulsun. Bunlar yerini dəyişəcək. Bu şəkildə 6-nı 2-yə böldüyüm zaman 3 edəcək. 3 3-ə vuranda 9 edəcək. Yəni 2-də 31 çıxılsına bərabərdir 9-a. Azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmalıyam. İndi 2-dir. Yenə burada sanki burada nədir? 1-dir. 2 ilə 1-in ortaq bölünəni nə olar? Elə 2 olar da. 2-ni 2-yə böldüyüm zaman 1 edər. 1-i yazaram burada. 2-ni 1-ə böldüyüm zaman 2 edəcək. Bu 2-ni də yazırıq burada. 31-i 1-ə vuranda 31 edir. 9-u 2-yə vuranda 18 edir. 2 olduğu kimi qalır. 31-dən 18-i çıxdığım zaman 13 edir. Baxırıq ki, yenə burada ixtisar olunmur. Gətiririk düzgün olmayan kəsri qarışıq ədədə çevirməyə. 13-ü 2-yə bölünür. Onun üçün içində 2 6 dənədir. 6-nı 2-yə vuranda 12 edir. 3-dən 2 çıxanda 1 qalır. Yəni natamam qismət tama yazılır. Məxrəc olduğu kimi qalır. Qalıq da sürətə yazılır bu şəkildə. Sonra üçüncüsü. 6-da 5 vurulsun M üstə gələk. 9-da 1 bərabərdir 5-ə. Burada isə heç nə yoxdur. Yəni çevirməyə ehtiyac yoxdur. Vuruq, vuruq, hasil. Məlum olmayan vuruğu tapmaq üçün mən hasili məlum olan vuruğa bölməliyəm. M üstə gələk 9-da 1 olduğu kimi qalacaq. 5 vurulsun, bu yerlərini dəyişəcək. M üstə gələk 9-da 1 bərabərdir. 5 ilə 5 ixtisar gedir. Burada qalır 6. Toplanan, toplanan, cəm. Məlum olmayan toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxmalıyam. Yenə biz deyirik ki, burada sanki 1 var. Həmişə əlüz öyrəşənə qədər, daha dəqiq, məsələn, belə misallarda tez yaza bilənə qədər bu hissəni yazın. Yəni, burada heç bir qəbahət, günah yoxdur, bir səhv də yoxdur. Onsuz 6-nı 1-ə böləndə 6 alasınız. 1 ilə 9-un ortaq məxrəci 9-dur. 9-u 1-ə böləndə 9 edir. Buradan yazırıq 9. 9-u 9-a böləndə 1 edir. 6-nı 9-a vurduğumuz zaman 54. 1-i 1-ə vurduğumuz zaman 1. 9-da 53. Yenə biz bunu ortaq düzgün olmayan kəsri qarışıq ədədə çevirsək, olacaq 5 tam 9-da 8. Hamısını bir də bölmürəm. Yəqin ki, aydın oldu. Y üstə gələk 10-da 1 bərabərdir 6-ya. Bölünən, bölən, qismət. Böləni tapmaq üçün bölünəni qismətə bölməliyəm. Y üstə gələk 10-da 1 olduğu kimi qalacaq. 4-də 3 vurulsun 6-da 1-ə. Axı demişdik burada sanki 1 var. Onlar da tərsinə çevrilir. 6 ilə 3 hər tərəf 3 ixtisar olunur. 3 3-ə böləndə 1, 6-nı 3-ə böləndə 2 eləyəcək. Y üstə gələk 10-da 1 bərabərdir. 4-ü 2-yə vuranda 8, sürətdə də 1 qalacaq. Toplanan, toplanan, cəm. Məlum olmayan toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxmalıyam. Biz baxırıq ki, 8 ilə 10-un ortaq məxrəci deyə bilirsiniz ki, 80 də götürmək olar, amma 40 da götürmək olar. Niyə? 40 8-ə də bölünür, 10-a da bölünür. 40-ı 8-ə böldüyüm zaman 5 edir, 40-ı 10-a böldüyüm zaman 4 edir. 5-i 1-ə vuranda 5 çıxılsın, 4-ü 1-ə vuranda 4. Bu da edir 40-da 1. Bu şəkildə. Sonra 5-ci. 5-ci misalda deyir 8-də 5 bölək 9-dan 3-də 1 çıxılsın x bərabərdir 5-ə. 8-də 5 bölək buranı 9-u 3-ə vuranda 27, 27-ün üstünə 1 gələndə 28 çıxılsın x bərabərdir 5-ə. Bölünən, bölən, qismət. Böləni tapmaq üçün bölünəni qismətə bölməliyik. Çıxılsın x bərabərdir 8-də 5 vurulsun 5-də 1-ə. 5-lər ixtisar gedəcək, olacaq 3-də 28 çıxılsın x bərabərdir 8-də 1.
Azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan mən fərqi çıxmalıyam. Yəni 3 ilə 8-in ortaq məxrəci 24-dür. 24-ü 3-ə böldüyüm zaman 8 edir. 24-ü 8-ə böldüyüm zaman 3 edir. 28-i 8-ə vurduğumuz zaman 224. Çıxılsın 3 birim 3. 24-də bu edir 221. Bərabərdir 9,24-də 5. Və sonuncusu 6-cı. Deyir ki, onda 9 bölünsün, m çıxılsın 2,6-da 1 bərabərdir 6-ya. Onda 9 bölək. M çıxılsın 6 2 12, 12-nin üstünə 1 gələndə 13 bərabərdir 6-ya. Yenə bölünən, bölən qismətdir. Böləni tapmaq üçün bölünəni qismətə bölməliyəm. M çıxılsın 6-da 13 bərabərdir 10-da 9 olduğu kimi qalır. Bu yerini dəyişir. 6 ilə 9 hər tərəf 3-ə bölünür. 6-nı 3-ə böləndə 2 eləyəcək. 9-u 3-ə böləndə 3 edəcək. 6-da 13 bərabərdir. 10-u 2-yə vuranda 20, 3-ü 1-ə vuranda 3. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etməliyik. Deməli, burada 60 da edər. 60'ı 20'ye böldüğümüz zaman 3 edir. 60'ı 6'ya böldüğümüz zaman 10 edir. 3 3'e vuranda 9 üstə gələk 130. Bu dediği 139 bölünsün 60. Yəni 60'da 139. Bunu da böldüğümüz zaman 2 tam 60'da 19 edir. Misalımız da bu şəkildə yekunlaşdı.